İnsanın dinin də, imanın da əlindən alan eşqdir. İndi eşq sözünü tapmaq lazımdır. Hərfin mənası əşəqədir, sarmaşıq. Sarmaşıq dolaşdı, əl çəkmirdi səndə. Belə lori dildə. Bir də eşq sözü bir də Allaha işarədir. Cəlaləddin Ruminin Məsnəvi mənəvi əsərində, şeirlə yazılmış bir əsərdir də, demək, orada belə bir beyt var, fars dilindədir. Deyir ki, hər çi quyəm eşq az on bərtər bovad, eşq əmirəl müminin heydər bovad. İki yerdə eşq, iki varlığa təşbih olunur. Bir ruhani olan Pərverdigar-ı aləmin özünə təşbih olunur, eşq Allahın özüdür. Bir də Həzrət Əli əleyhissalama eşq deyilir. Bu cismani, bəşər övladı olan Həzrət Əli əleyhissalama eşq deyilir. Həmin onun şeirə gətirib Cəlaləddin Rumi. Deyir, hər çi quyəm eşq az on bərtər bovad, eşq əmirəl müminin heydər bovad. Bizimkilər tərcümə ediblər onu ki, hər nə desəm eşq ondan üstündür, eşq heydər əmirəl müminindir. Belə tərcümə ediblər. Mən də bir dəfə oturdum, dedim, bir daha görüm, mən də yaza bilərəm. Götürdüm, belə yazdım, onu tərcümə edib ki, hər nə var eşq-i anə qalibdir, eşq Əli İbn Əbu Talibdir.